Bəzi istiqamətlər üzrə aviabiletlər 20%-ə qədər bahalaşıb. Regionda baş verən hadisələrin fonunda xüsusilə Asiya ölkələrinə uçuşlarda qiymət artımı müşahidə edilir. Turizm məsələləri üzrə ekspert Rəhman Quliyev bildirir ki, Doha və Dubaya birbaşa uçuşların dayanması sərnişinləri alternativ marşrutlara yönləndirib. Bu isə tələbatı artırdığı üçün qiymətlərə də təsir göstərir. Təxirə düşən aviareyslərin alternativi üçün istifadə olunan aviabiletlərdə təbii ki, sıxlıq baxımından qiymətlərin qalxması qaçılmaz olur. Çünki belə deyək, Orta Asiya ölkələri üzərindən digər Asiya ölkələrinə getmək üçün yəni Doha üzərindən gedən və Dubay üzərindən gedən müştərilər artıq Orta Asiya üzərindən getdiyində təbii ki, bu istiqamətdə olan aviareyslərdə nisbətən yüklülük yaranır ki, bu da təbii ki, qiymətlərin qalxması qaçılmaz olur. Ümumi olaraq alternativ reyslərdən istifadə zamanı biletlərdə 15-20% artım müşahidə olunur ki, bu da yəni təbii ki, əvvəlki dövrdən qismən bahadır. Amma buna baxmayaraq yenə də səfərlərin sayında ciddi azalma var. Rəhman Quliyev deyir ki, adi vaxtda 1000 manata Asiya ölkələrinə bilet almaq mümkün idisə, indi bu 1200-1500 manat arasında dəyişir. Ekspert onu da əlavə etdi ki, İranda baş verən hadisələr təkcə qiymətlərə deyil, ümumi turizm axınına da təsir göstərir. Bəzi turistlər səyahət planlarını təxirə salır və ya istiqaməti dəyişirlər. Təbii ki, bu birbaşa olaraq bu aviareyslərin təxirə düşməsi turizmdə böyük bir anlaşılmazlıq yaratdı ki, yəni turistlər həm həmin Asiya ölkələrində Dubay və Doha, eyni zamanda Oman, Səudiyyə Ərəbistanı şəhərlərində və digər Asiya ölkələrindən Azərbaycana qayıtmaq istəyən turistlər də orada çətinliklərlə üzləşib. Yəni bugünkü gündə yəni həmin ölkədən Azərbaycanda olan turistlər də geri qayıtmaq üçün burada növbələr gözləyirlər. Bu biraz avia məsələlərdə xaos yaradıb. Mütəxəssis hesab edir ki, bölgədə sabitlik bərpa olunarsa aviabiletlərin qiymətində də tədricən normallaşma müşahidə edilə bilər. Ramal Abdullayev, Üzeyir Ağayev, Xəzər xəbər.